Bu torpağın hər qarışı, hər daşı, cavan oğlan, qədrini bil, vətəndir. Aman vermə töksün Şuşa göz yaşı, Ağdamı, Laçını, Xocavəndi vətəndir. Qalx ayağa, vətən səni çağırır. İşğal olan torpaq fəryad qoparır. Sinəsində düşmən qoyun otarır, cavan oğlan, qədrini bil, vətəndir. Bu poetik misralar Vətən müharibəsi başlamamışdan bir neçə ay öncə xidmətdə olan bir hərbçinin qələmindən çıxıb. O misraları kağıza köçürəndə heç ağlına gəlməzdi ki, bu əlyazması bir neçə ay sonra ata evində, onun şəhid otağındakı xatirə güşəsinə qoyulacaq. Bəli, bu sətirlərin müəllifi Xaçmazın Dədəli kəndindən olan Vətən müharibəsi şəhidi, müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu Müqəddəs Nail oğlu Qədirovdur. Mişa danış da. Burada heç nə də. Ocağımız yanır. Çayımız indi, çaynikimiz balaca olsa da axı özümüzə yetir də. İsti çay belə yerdə tapmaq biraz çətin məsələdir. Tem boyu bu şəraitdə özünüz bilirsiniz yəni. Döyüş şəraitində olan adamlar var. Ha bura. Atırlar yenə. Tarixi zəfərimizi aparan Vətən müharibəsinin 5-ci il dönümünü qeyd etdiyimiz bu günlərdə bizim medianın çəkiliş qrupu şəhidin doğulduğu Xaçmazın Dədəli kəndində olub və Müqəddəsin valideynləri ilə görüşüb. Şəhidin atası Nailin səhhətində problem olduğundan anası Zöhrə xanımla söhbətləşdik. Yeganə oğlu Müqəddəs barədə qürurla danışan ana deyir ki, oğlu hərbi xidmətdən bir müddət sonra öz istəyi ilə Müdafiə Nazirliyinin en saylı hərbi hissələrindən birinə işə düzəlib. Müharibə başlayanda 28 yaşı olan Müqəddəs Cəbrayıl və Füzulinin müdafiəsində iştirak edib. O subay komandirini çox qoruyurmuş. Deyirmiş ki, sən subaysan, mənim isə bir qızım var. Döyüşlərdə irəli və dik getməyi sevən Xaçmazlı hərbçi neytral zonada qalan 3 şəhidin meyidini çıxarandan bir gün sonra özü də şəhid olub. Zöhrə Qədirova oğlunun 2020-ci il oktyabr ayının 6-sında ürək nahiyəsindən snayperlə vurulması nəticəsində şəhid olduğunu deyib. Qeyd edib ki, o sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-ündə danışıb. O şimdi belə də nə deyim, nə deyə bilərəm ki? Eşən gəl sənə də ölməzdən qabağı görsünlər. İnşallah qismət olar ki, sağ-salamat qayıdarıq. İndi sağ-salamat qayıtmaq soğuda, vətən sağ olsun. Müqəddəsin axırıncı danışığı ayın 5-də oldu. Dedi ki, özünüzdən müğayət olun. Bu vaxtacan deməmişəm dedi, indi biraz qabağa gedəcəyik. Füzuliyə çıxası yox da, dağlar, dərələrdə, oralarda. Dedim ki, atam, nə istəyirsən, nə göndərim, maşın gedirdi onda. Dedi ki, heç nə istəmirəm, mən üçün çoxlu dua ilə. Ancaq atasına dedi ki, papa dedi, hər şey ola bilər, hər şeyə hazırlıqlı olun. Öyle axırıncı danışıq oldu. Yoldaşla da həmin gün danışdı. Danışıb o yoldaşı ilə də, bütün sinif yoldaşları ilə, bibisi ilə, əmsi ilə, hər kəslə danışıb, elə bir ürəyinə daman kimi. O evladı ilə, uşağın da hələ təzə dil açmışdı. Telefonu alıb vermədi uşaq, ancaq atası ilə qımırlaşır. Yoldaşı ilə danışdı, bacısı ilə, hamısı ilə danışdılar. Axırıncı danışıq oldu. Bir bacının qardaşı olan Müqəddəs Qədirov Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabrın 7-sində doğma Dədəli kənd məzarlığında dəfn edilib. Şəhidlik zirvəsinə ucalandan sonra Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə cəsur döyüşçü, vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilən Müqəddəs Qədirovun yadigarı olan qızı 6 yaşlı Nur bu il Xaçmaz şəhərindəki 8 saylı tam orta məktəbində hazırlıq kursuna getməyə başlayıb. Dədəli kəndinin Qarabağ müharibəsində verdiyi 5 şəhiddən biri olan Müqəddəs Qədirovun xatirəsinə kəndin girişində şəhid bulağı inşa olunub. Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim Media.